İstədiyiniz bir sözü yazın. Onun sadə ya da düzəltmə olduğunu mənə izah edin. Buyurun. Zəhra sən də yaz qızım. Emil sən də. Ayaz sən də. Yazın. Ben yazdım. Yazdım. Buyur izah elə qızım. Mən yazdığım söz gəmiçi sözüdür. Gəmi nə sonra cavab verir, gəmiçi isə kim sonra cavab verir. Deməli, bu söz düzəltmə sözdür. Aha, nədən nə düzəlibdir bəs? İsimdən Elə. isim düzəldir. Aha, nədən bildik? Çünki nə, bu da kim? Buyur, Uğur, izah elə. Mən dəmirçi sözünü yazmışam. Sözün kökü dəmirdir. Dəmir nə sonra cavab verir, amma dəmirçi kim sonra cavab verir. Onun üçün bu düzəltmə sözdür. İsimdən isim yazılır. Çox gözəl, əla. Buyur qızım, sən Bağban izah. sözü düzəltmə sözdür. Çünki bağban sözünün kökü bağ, şəkilçi isə bandır. Aha, nədən nə düzəlibdir? İsimdən isim. Bax, hansı suala cavab verir?